Salam əzizləyicilər, xoş gördük sizləri. Gəlin sizə maraqlı bir test izahı verim. Aşağıdakı cümlələrdən neçəsində təyin olub olmadığını əminliklə demək mümkündür. Bax, yəni ki, təyin ya vardı ya da yoxdur. Bunu əminliklə deyə bilirəm. Amma əgər bu cümlədə iki cür düşünə bilərəmsə, hər hansı bir sözü həm təyin kimi, həm də başqa bir üzr kimi düşünə bilərəmsə, burada artıq əminliklə deyə bilmirəm anlamına gəlir. Misal üçün, birinci testimizdə, birinci cümləmizdə qorxmaz uşaqları yığıb içəri getdi. Əgər getdi, kim qorxmaz? Bu qorxmazı mən mübtəda kimi düşünsəm, burada artıq deməli bu qorxmaz ayrıca bir cümlə özü kimi düşünülə bildi. Hara getdi? İçəri getdi. Necə getdi? Uşaqları yığıb. Bu da zərflik olacaq, tərzi hərəkət zərfliyi. Yox, bəzən ola bilər ki, bunu düşünə bilərəm. Getdi, kim? O. O necə içəri getdi? Qorxmaz uşaqları yığıb. Bax, bəzən tələbələr o qorxmazı təyin kimi götürə bilərlər. Amma nəzərə almaq lazımdır ki, orada feili bağlama tərkibi var və bu zərflik yaradır. Deməli, bu cümlədə qorxmaz ya müstəqil mübtəda kimi düşünülə bilir, ya da ki, feili bağlamanın tərkibindəki zərflik kimi düşünülə bilir. Yəni, bu cümlədə təyin yoxdur, əminliklə deyə bilirəm. Deməli, biri mən götürməliyəm, seçməliyəm. Cəsur əskərləri meydana apardı. Burada apardı. Kim? Cəsur. Cəsur əgər şəxsdir, adamdırsa, insandırsa, mübtəda vəzifəsinə düşəcək. Bir də var, apardı. Kim? O. Kimi? Əskərləri. Hansı əskərləri? Cəsur əskərləri. Hara apardı? Meydana apardı. Yəni, burada cəsuru mən həm insan kimi düşündüm, mübtəda ilə bildim. Həm də əskərlərin xarakterini göstərən bir söz kimi necə əskərləri? Cəsur əskəri. Təyin kimi düşünə bildim. Ona görə burada təyin ola bildi. Bunu götürə bilmirəm. Deməli, 2 götürülmür cavabımızda. Məktəbin 1-ci sinif şagirdləri sevincli idilər. Sevincli idilər. Kim sevincli idi? Məktəbin şagirdləri. Çünki burada 3-cü növ təyin söz birləşməsi var. Yəni, bu aradakı söz heç vaxt təyin vəzifəsinə düşə bilməz. 3-cü növün arasında olur və müstəqil cümlə üzvü olmur. Yəni, bu cümlədə təyin yoxdur yenə də. Təyin olmadığı üçün bunu da götürməlisiniz. 3. Qarşıdan gələn mənzərəni bəyəndi. Bax, bu cümlədə bəyəndi. Kim? Qarşıdan gələn. Bax, bunu mən feili sifətimi, yəni qarşıdan gələn adamı çıxartsam cümlədən, qarşıdan gələn feili sifət tərkibi isimləşir və mübtəda vəzifəsinə düşür. Bəyəndi kim? Qarşıdan gələn mənzərəni bəyəndi. Mübtəda olur. Bir də var ki, bəyəndi kim? O. Nəyi bəyəndi? Mənzərəni. Hansı mənzərəni bəyəndi? Burada artıq biz qarşıdan gələn sözünün təyin vəzifəsində hansı mənzərəni, yəni önümüzdən gələn mənzərəni bəyəndi. Sonra, burada deməli bunu 2 cür düşünə bilirəm deyə həm mübtəda kimi bunu götürmürəm. Bu sayılmır bizim üçün. 5-ci cümləmizə baxırıq. Qorxmaz və cəsur əskərdir. Bəzən tələbələr deyirlər ki, müəllim, burada adam adı kimi düşünmə. Biz görürük ki, cəsur sözü burada balaca ilə yazılıb, böyüklə yazılmayıb. Adam adı ola bilməz artıq burada. Və bunlar da həmcins üzvlərdə. Həmcins üzvlərdə müxtəlif üzv ola bilməzlər. Deməli, necə cəsur əskərdir? Necə əskərdir? Qorxmaz da burada adama deyil. Bu da cəsurun həmcins üzvüdür. Deməli, bunlar ikisi də təyindilər. Əskər də xəbərdir. Deməli, bu cümlədə də təyin olduğunu əminliklə deyə bilirəm. Belə ehtimalda cavabımız olacaq 1, 3, 5. Və bizdən deyir ki, cümlədə neçəsində təyin olub olmadığını əminliklə demək mümkündür. Bizdə də 3 olur və cavabımız olur C variantı.